Bismillahirrahmanirrahim ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in. Bugünkü söhbətimiz Hazreti Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin sahabələri ilə bağlıdır. Aya görəsən Peyğəmbər salawatullahın sahabələri bütünlüklə hamısı mömin olub, adil olub, ya yox, onların bəziləri fasıq və münafiq olublar. Tarix və rəvayətlər və Qur'an-ı Kərim bizlərə göstərir ki, Peyğəmbər salawatullahın bəzi sahabələri münafiq olublar. O cürə ki, Qur'an-ı Kərimdə Allah təbarək və teala Tövbə surəsinin 101-ci ayəsində buyurur ki, Əuzu billahi minəşşeytanirracim və mimmən havləkum minəl-a'rabi munafiquna və min əhlil mədinəti məradu aləl-nifaq la ta'lamuhum nahnu na'lamuhum sanu'azzibuhum marratayn thumma yuradduna ila azabin azim. Sadaqallahul aliyyil azim. Bu ayədə buyurulur ki, siz müsəlmanların ətrafına yığışan bir qrup çöl ərəbləri münafiqlərdir və Mədinə əhalilərindən də münafiqlər var. Maradu aləl-nifaq. Bunlar nifaqla üns tutublar, bunlar adət ediblər münafiqliyə. Ya Peyğəmbər, sən onları tanımırsan, biz onları tanıyırıq və onları biz 2 dəfə əzab eləyərik. Həm dünyada, ya həm aləmi bərzəxdə. Sümmə yuradduna ilə əzabin əzim, sonra qiyamətdə isə onları böyük əzaba mübtəla eləyərik. Bu oxuduğumuz ayə ki, Tövbə surəsinin 101-ci ayəsidir. Bu aydın şəkildə göstərir ki, Peyğəmbərin ətrafına yığışan bəzi sahabələr münafiqlər olublar. Və onlardan həm Mədinə əhalisindən də var idi və çöl ərəblərindən də var idi. Və bunlar əslən, Quran buyurur ki, məradu aləl-nifaq. Bunlar nifaq üzərində əslən adət eləmişlər nifaqa. Yəni ki, bunların ruhiyyəsi elə bir ki, münafiq ruhiyyəsi idi. Və bunu ərz eləməkdən məqsədim budur ki, şiələr bu ayə əsasən və belə çoxlu ayələrə əsasən və tarix rəvayətlərə əsasən əqidələri budur ki, Peyğəmbər salawatullahın sahabələrindən bəziləri münafiq olublar. Yəni, hamısını mümin saymırlar. Hamısının hörmətləri var və lakin bir qrup o münafiqləri çıxma şərti ilə. Amma vəhabilər deyirlər ki, xeyr, Peyğəmbər salawatullahın yolla gedəndə də kim görübsə olur sahabə və o sahabələr hamısı adildir. Və bu nə tarixdən uyğun deyil, nə də Qur'an-ı Kərimlə uyğun deyil. Bundan əlavə tarix bizə göstərir ki, Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm hicrətin 9-cu ilində Mədinədə ikən xəbər verdilər ki, Təbuk tərəfindən Suriyadan bir qoşun İslama hücum eləmək istəyir. Təbuk Suriya ərazisində yerləşir. Suriyada o vaxtı hələ İslamı qəbul eləməmişdi. Şərqi Roma imperatorluğuna itaat eləyirdi. Şərqi Roma imperatorluğu da demək olar ki, Xristiyan məzhəbində olub, Xristiyan dinində olub. Həzrəti Peyğəmbər salavatullah sahabalarına dedi ki, biz gərək Təbuka tərəf yola düşək. Təqribən 450 kilometr Mədinəyə fasiləsi var. Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm ki, sahabalarına, müsəlmanlara əmr elədi ki, cihada tərəf gərək gedək, cihad eləmək üçün Təbuka tərəf yola düşək. Bəzi münafiqlər Peyğəmbər salawatullah'a dedilər ki, hava çox istidir, biz gələ bilmərik. Bu arada Allah təbarək və teala həman Tövbə surəsinin 81-ci ayəsində buyurur ki, Əuzu billahi minəşşeytanirracim Fərixəl muxalləfunə biməqədihim xilafə Rasulillah və kərihu ən yücahidu bi əmvalihim və ənfusihim fi səbilillah və qalu la tənfiru fil hər qul naru cəhənnəmə əşəddu hərrən ləvkanı yəfqəhun. Yəni, Allahın Peyğəmbəri ilə müxalifət edib, ona əks çıxanlar xoşhal oldular. Yəni, Peyğəmbər salavatullah ilə ki, bunlar müxalifət elədilər, bunlar bu işlər xoşhal oldular. Və xoşları gəlmirdi ki, öz malları və öz canları ilə Allah yolunda cihad eləsinlər və başqalarına da dedilər ki, siz də getməyiz Peyğəmbərlə döyüşə, yəni Təbuka tərəf getməyiz. Çünki hava çox istidir. Allah təbarək və teala buyurdu ki, ya Peyğəmbər, onlara deyinəm,
Naru cehenneme eşeddu harran. Cehennemin odu daha şiddetlidir. Onun harareti daha çoktur. Eğer bunu düşünebilirsiniz. Onlar gösterir ki bir grup münafıklar vardı. Peygamber salavatullah'ın emrinden çıktılar. Ne özleri getmirdi, ne başkalarını koymurdular ki Peygamber salavatullah ile cihada giderler. Ve onlara da deyirdiler ki hava çok istidir, hara gidirsiniz, ne için cihada gidirsiniz. Ve Allah Teala da buyurdu ki cehennemin odu bunlar için daha şiddetli olacaktır. Ve bunlar gösterir ki Hazreti Peygamber salavatullah ile bunlar hatta cihada da gitmediler. Ve tarih nakledir ki Hazreti Peygamber salavatullah bu münafıkların şerrinden özünü korumak için ki arka tarafta Müslümanlara zərbe indirilmesin, Hazreti Mevla Muvahhidin aleyhisselamı Medine'de sakladı ve özü orduyla gitti Tabuk'a taraf. Ve Hazreti aleyhisselama bu münafıklar dediler ki Hazreti Peygamber ne ki sen yaparmır muharebeye? Yani ki ya korkursan ya sizin aranızda bir narazıçılık baş verip. Hazreti Peygamber salavatullah orada Hazreti Aleyhisselam'a buyurdu ki senin bana nisbetin Harun peygamberin Musa peygamberi olan nispeti kimidir? Sahih Bukhari kitab El-Maghazi Gazve-i Tabuk babı. Peygamber buyurdu ki ama tarzan tekune minni bi menzileti Harun min Musa illa ennehu leyse nebiyyun min ba'di. Yani ya Ali istemirsen ki senin bana nisbetin Harun peygamberi Musa'ya olan nispeti kimi ola? Fark bundandır ki benden sonra peygamber olmayacaktır. Ve bunu Hazreti Peygamber'e hatır beyan elədi ki, bunu hadisi mənzilət dinlər. Musa peygamber de Allah ile danışmağa gedəndə, 40 gecə söhbətə gedəndə, miqata gedəndə Hazreti Harun aleyhisselamı öz yerində xəlifə təyinləmişdi. Bu barədə Allah Təbarək və Teala Quran-ı Kərimdə buyurur ki: "Və qala Musa li axihi Harun axlufni fi qavmi və aslih və la tattabi' sabilal mufsidin." Hazreti Musa kardeşi Harun'a dedi ki sen ben taraftan halife ol bu Bani İsrail arasında ve islahat yaparken ve fasid adamların yoluna itaat eləməklə. Bu arada geçen söhbətlərimizdə məlumat vermişik. Haman o hadis-i mənziləti Hazreti Peygamber burada bayanladı ki Tabuk muharebesine gidəndə, Tabuk'a taraf muharebeye gidəndə Hazreti Aleyhisselam Medine'de sakladı ki münafıqlar orada iş görməsinlər. Ve tarih gösterir ki Hazreti Peygamber gitti öz ordusuyla Tabuk'a taraf orada 10 gün bazı tarihçiler nakledirler ki 20 gün kaldı. Gördü ki Romalıların qoşunundan bir əsər alamat yoktu. Bu haber yalan haber olub. Oradan qayıtdılar. Qaydanda bir grup münafıqlar 10-15 nəfər münafıqlar istəyirlər ki Hazreti Peygamber salavatullah'ın davasını gece iken bir dərənin kenarından keçəndə o peygamberin davasını hürküdələr. O dava düşer dərənin dibinə Peygamber salavatullah halakla. Yani istəyirlər ki Peygamber salavatullah'ını terör eləyərlər. Bu tarixdə var. Bu əhvalat Tabuk'tan qaydanda olub. Bunu kim eləyirdi? Ama münafıqlar. Bəs bu Əbu Zeyd deyir ki Peygamber salavatullah'ın etrafında olanlar hamısı adil, hamısı mümin olub. Bəs bu Peygamber salavatullah'ın davasını kim istəyirdi? Hürküdə ta Peygamber halakla. Bununla bağlı Siri İbn Hişam'da 3. cildin 527. səhifəsində nəql olunur ki Peygamber salavatullah 10 gün Tabuk'ta qalıb qaydanda Hazreti Peygamber salavatullah'ın muhafiz edenlerden biri Ammar idi, biri de Huzeyfe idi. Yani Peygamber salavatullah'ın biri davasının cilivon tutmuştu, biri de o davanı sürürdü. Ta ki o derenin kenarından geçende Peygamber salavatulllah hiss elədi ki bir grup Salmanlardan, sahabalardan ki üzlerini bağlamıştılar, yaxınlaşmaq istəyirlər Peyğəmbərə. Onların demək olar ki bir-birinlə rəmzli şəkildə danışmalarından Peyğəmbər hiss elədi ki bunların niyyəti nədir? Huzeyfəyə dedi ki ey Huzeyfə, əsa ilə vur onların davalarından, qoy onların şərri bizdən uzaq olsun. Huzeyfə onları qovub, onlar qaçdılar o biri sahabaların arasına girdilər daha ki onları tanımasınlar. Huzeyfə qayıdandan sonra Hazreti Peygamber salavatullah Huzeyfəyə dedi ki Huzeyfə onları tanıdın. Huzeyfə dedi ki onların davalarından tanıdım ki filan kəsin və filan kəsin davası idi. Hazreti Peygamber dedi ki Huzeyfə bilirsən onların niyyəti nə idi? Huzeyfə dedi ki xeyr bilmirəm. Hazreti Peygamber buyurdu ki onlar istəyirlər ki məni terror eləyərlər. Yəni mənim davamı rəm eləyərlər, onu hürküdələr. Mən də düşüm dərəyə halak olum. Siri Hələbiyyədə 3. cildin 143. səhifəsində
və Beyhəqi də Dalail-i Nübüvvənin 5-ci cildinin 260-cı səhifəsində bunları gətirib. Və onlar qeyd edirlər ki, Huzeyfə Peyğəmbərə buyurdu ki, ya Rasulallah, qayıdandan sonra Mədinəyə onları cəzalandırarsan, Həzrəti Peyğəmbər salavatullah buyurdu ki, xeyr. Dedi, ne üçün? Həzrəti Peyğəmbər buyurdu ki, mən istəmirəm ki, başqaları desinlər ki, Peyğəmbər salavatullah öz səhabalarını cəzalandırır, onları edam edir. Və bunlar göstərir ki, Həzrəti Peyğəmbər salavatıllahın sahabalarından bəziləri olub ki, hətta Peyğəmbər istəyirlər ki, qəfildən ölümə verərlər. Aya görəsən, bu münafiqlər kimlər idi? Ki, Peyğəmbər salavatıllahın kənarından istəyirlər ki, onu daraya atalar. İbn Əbülhədid Mu'təzili ki, böyük sünni alimidir, Nəhcül Balağanın şərhində 2-ci cildinin 103-cü səhifəsində nəql edir ki, İmam Həsən Müştəbə aleyhissalam buyurmuşdur ki, bu münafiqlərdən biri Əbu Süfyan olub, Muaviyyənin atası. Və İbn Abdülbər kitab-ı İstiabda nəql edir ki, Əbu Süfyan o zaman ki, İslamı qəbul elədi, məcburiyyət şəkildə Peyğəmbər salavatullah Məkkəni fəth edəndən sonra onlar məcburi şəkildə İslamı qəbul ediblər. İbn Abdülbər nəql edir ki, o zamandan Əbu Süfyan münafiqlara işləyirdi. Münafiqlərin pənahı Əbu Süfyan olub. Bu tarix göstərir ki, Huzeyfə ki, Peyğəmbər salavatullah ona buyurdu ki, bu dəvaları qovqinə bizdən uzaqlaşsınlar. Tarix göstərir ki, Huzeyfə o münafiqləri tanıyırdı. İbn Əsir Ustül-Qabədə 1-ci cildin 468-ci səhifəsində və Siri Hələbiyyənin 3-cü cildinin 143 və 144-cü səhifələrində İbn Abdülbər kitab-ı İstiabın 1-ci cildinin 278-ci səhifəsində yazırlar ki, Huzeyfə münafiqləri yaxşı tanıyırdı. Hər vaxt bir müsəlman dünyasını dəyişdirirsə, vəfat eləyirdisə, Ömər Huzeyfənin yanına adam göndərdi, Huzeyfəni çağırtdırırdı. Huzeyfədən sual eləyirdi ki, aya Huzeyfə, bu adam münafiq da ölüb ya müsəlmandır. Əgər Huzeyfə desəydi ki, bu münafiqdir, Ömər ona namaz qılmazdı. Əgər desəydi ki, mömindir, müsəlmandır, ondan sonra Ömər gedib onun təşriq cənazəsində iştirak eləyirdi. Maraqlıdır ki, İbn Həzm ki, 456-cı ildə vəfat eləmiş böyük İslam tarixçisidir, Sünni məzhəbində. Əl-Muhəlla kitabında nəql edir 11-ci cildin 225-ci səhifəsində. Deyir ki, Huzeyfə deyir, Əbu Bəkir, Ömər, Osman, Təlhə, Səd ibn Əbu Vəqqas haman o münafiqlərdəndir ki, Peyğəmbər salavatıllahın dəvəsini istəyirlər ki, o dərədən aşırdalar ta Peyğəmbər vəfat eləyər. Və bunu nəql edəndən sonra İbn Həzm deyir ki, bu rəvayət möhtəmər deyil. Ne üçün? Çünki bu rəvayətin silsiləsində onun nəql edənlərdən biri də Valid ibn Abdullah ibn Cəmiğdir. Ki, bu siğa deyil, bu adam demək olar ki, məşkuk adamdır, axadır, bu rəvayət möhtəbər deyil. Amma İbn Həzmin bu kəlamı nə dərəcədə qabil həll edir, biraz buna demək olar ki, cavab vermək çətindir. Yəni, bir dənə Valid ibn Abdullah'ın ki, deyir ki, bu siğa deyil, bununla məsələ həll olmur. Çünki İbn Kəsir, böyük sünni alimi Əl-Bidayət və Nəhayədə deyir ki, Valid ibn Abdullah siğadır. Razi Əl-Cərh və Tə'dil kitabının 9-cu cildinin 8-ci səhifəsində nəql edir ki, Valid ibn Abdullah siğadır. Zəhəbi Mizan-ı Etidalın 4-cü cildinin 328-ci səhifəsində nəql edir ki, Valid ibn Abdullah siğadır. Və İbn Həzm demək olar ki, bu kəlamı deyəndə çox böyük cəsarət eləyib bunu deyib. Ki, deyir Əbu Bəkir, Ömər, Osman da onlardan idi və Təlhə və Səd ibn Əbu Vəqqas da onlardan olub. Bu, baxmayaraq ki, sünnidir, Əl-Muhalla kitabında bunu nəql edir, çox səhvə yol verir. Ona xatir ki, əgər biz qəbul edəsək ki, bu rəvayət mötəbər bir rəvayət deyil, demək olar ki, yenə də bu sözü demək çox çətindir. Yəni, bunlardan mümkün idi bu iş baş versin. Onlar bu işi görmək üçün onlarda yeri vardı bu sözü desinlər, ona xatir deyilib. Ona xatir bu sözü biz qəbul edə bilmirik. Hakim ibn Nişaburi də hətta Mustədrək Əl-Səhihin kitabının 3-cü 181-ci səhifəsində göstərir ki, bu Valid ibn Abdullah Cəmiq ki var, bu siğədir. Yəni, onun sözündə şəkil şübhə ola bilməz. İbn Həzm Əl-Muhalla kitabının 11-ci cildinin 255-ci səhifəsində göstərir ki, Huzeyfə, Əbu Bəkir və Ömər və Osmanın cənazəsində namaz qılmayıb.
O tarafdan deyir ki, tarixçilər nəql edirlər ki, Huzeyfə münafıqları tanıyırdı, Ömər də ondan sual edirdi. O kimi münafiq bilsəydi, onun dəfnində iştirak eləməz, olan namaz qılmazdı. Və bu tərəfdən İbn Həzm Kitab el-Muhallada nəql edir ki, Huzeyfənin vaxtında ki, Əbu Bəkir, Ömər, Osman vəfat elədilər, bu gedib onlara namaz qılmadı. Çünki Allah Təbaraka və Teala Quran-ı Kərimdə buyurur ki, "Və la tusalli ala ahadin minhum mata abada." Münafıqlardan əgər biri ölsə, ya peyğəmbər heç vaxt ona namaz qılmayasan. İbn Mənsur böyük sünni alimidir, 711-də vəfat eləyib. Tarix-i Dəməşqə təlxis yazıb, yəni onu xülasələşdirib. Muxtasar-ı Tarix-i Dəməşqdə 6-cı cildin 253-cü səhifəsində nəql edir ki, Huzeyfənin Əbu Bəkir və Ömərə namaz qılmaması məşhurdur. Bunu heç kim inkar edə bilməyəcək. O zaman ki, Əbu Bəkir vəfat elədi, Ömər bir nəfəri göndərdi Huzeyfəni çağırsın. Huzeyfəni çağırdılar. Ömər Huzeyfəyə dedi ki, bu Əbu Bəkirə namaz qıldılar. Huzeyfə namaz qılmadı. Bunu da İbn Mənsur nəql edir. Və Ömər çox dəhşətə gəldi və ondan sual elədi. Ey Huzeyfə, məgər mən də o münafıqlardanam? Huzeyfə ona heç bir şey demədi. İbn Əsir Ustul-Qabədə Huzeyfənin şərhi halında, yəni 1-ci cildinin 468-ci səhifəsində, Zəhəbi də Tarix-i Duvalul İslamda 22-ci səhifədə, İbn Mənsur yenə Muxtasar-ı Tarix-i Dəməşqdə 6-cı cildin 253-cü səhifəsində nəql edirlər ki, Əli əleyhissalam buyurmuşdur, Huzeyfə münafiqləri yaxşı tanıyır. Hər kəs münafiqləri tanımaq istəsə, əgər Huzeyfənin yanına gəlsə, Huzeyfədən sual eləsə, Huzeyfə o münafiqləri ona tanıtdıracaqdır. Kənzul Ummalda, Muntəqəb-i Kənzul Ummalda 5-ci cildin 234-cü səhifəsində nəql olunur ki, Əbi Nəcad deyir, Əmmar Yasərlə oturmuşduq bir yerdə, Əbu Musa Əşəri gəldi. Əbu Musa Əşəri Əmmar Yasərə yaxınlaşdı, dedi ki, ey Əmmar, mənlə nə üçün aran yaxşı deyil? Nə üçün mənlə yaxşı münasibətdə deyilsən? Məgər biz bir dənə dində deyilik, məgər biz dini qardaş deyilik? Əmmar Yasər qayıdır, Əbu Musa Əşəriyə deyir ki, mən Peyğəmbər sallavatullahdan eşitdim ki, səni lənətlədi. Əbu Musa Əşəri deyir ki, xeyr, Peyğəmbər mən üçün istiğfar edeyim, yəni ki, ilahim, Əbu Musa Əşərinin günahlarına bağışla günə. Əmmar Yasər Əbu Musa Əşəriyə deyir ki, mən eşitdim ki, Peyğəmbər sənə lənət dedi, mən eşitmədim ki, Peyğəmbər istiğfar eləyəsən üçün. Bunu da Muntəqəb-i Kənzul Ummalda nəql olunur. Və Fəzl ibn Şazan Nişaburi Əl-İzah kitabının 1-ci cildinin 30-cu səhifəsində Şiraq ibn Əbi Vaildən rəvat edir ki, Huzeyfə deyir, mən şəhadət verirəm ki, Əbu Musa Əşəri münafiqdir. Bunu da demək olar ki, bu mənbələr hamısı tanınmış sünni mənbələridir və vəhabilər də bunları inkar edə bilməyəcəkdir. Və Səhih-i Müslimdə ki, ən mötəbər sünni mənbələrdən sayılır, bir fəsil var, yəni bir kitab var Səhih-i Müslimdə Sifatul Münafiqin, yəni münafiqlərin sifəti kitabı. 2779-cu hədisdə nəql olunur ki, Peyğəmbər sallallahu buyurmuşdur. 12 nəfər mənim səhabələrimdən münafiqdirlər ki, onlar heç vaxtı behiştə girə bilməyəcək. O zaman onlar behiştə girər ki, dəvə incəlib iynənin deşiyindən keçər ki, bu Quran-ı Kərimin ayəsidir. Və tarix göstərir ki, və Quran-ı Kərim bizə xəbər verir ki, haman münafiqlərdən idi ki, gəldilər məscid-i Zirarı düzəltdilər. Bunun da əhvalatı var Quran-ı Kərimdə. Allah Təbaraka və Teala Tövbə surəsinin 7-ci ayəsində bu barədə bəyan edir ki, Quba məntəqəsi vardı, orada möminlər yaşayırdı. Quba məntəqəsində yaşayan möminlər özləri ki, məscid düzəltdilər, Peyğəmbər sallallahu getdi, onların məscidində namaz qıldı. Orada yaşayan o münafiqlərdən bir qrupu bu qərara gəldilər ki, biz də bir dənə məscid düzəldək, ta ki, müsəlmanlar arasında ixtilaf düşər. Və Həzrəti Peyğəmbər sallallahu yanına gəldilər bu məscidi düzəldəndən sonra, dedilər ki, ya Rasulallah, gəl günə o məsciddə bir üçün namaz qıl günə, yəni ki, onun açılışında iştirak elə günə. Peyğəmbər buyurdu ki, mən Təbuk müharibəsinə gedərəm, gələndən sonra öz fikrimi sizə deyərəm, dəqiq nə qərara gəlmişəm, onu sizə deyərəm. Həzrəti Peyğəmbər sallallahu bu zaman ayə nazil oldu, bu haman bu tikilmiş məscidlə bağlı.
Tövbə surəsinin 107-ci ayəsidir. Buyurur ki, Euzubillahimineşşeytanirracim. وَالَّذِينَ اتَّخَذُوا مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ وَإِرْصَادًا لِمَنْ حَارَبَ اللَّهَ وَرَسُولَهُ مِنْ قَبْلُ وَلَا يَحْلِفُنَّ إِنْ أَرَدْنَا إِلَّا الْحُسْنَى وَاللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ لَا تَقُمْ فِيهِ أَبَدًا. Ayənin mənası budur ki, o kəslər ki, İslam dininə, möminlərə zərər vurmaq, ziyan vurmaq niyyəti ilə və küfr üzündən və möminlər arasında təfriqə yaratmaq ünvanı ilə və Allah və Peyğəmbərin düşmənləri üçün müdafiə ünvanı ilə, müdafiə niyyəti ilə məscid tikiblər və yalandan and da içirlər ki, biz bu məscidi Allah'a xatir tikmişik, gözəl niyyətlə bunu tikmişik. Amma Allah Teala şahiddir ki, bunlar yalan deyirlər. Yəni, yalandan and içirlər. Bunlar haman müsəlmanlar arasında ixtilaf və parakəndəçilik yaratmaqdan ötürü bu məscidi düzəldiblər. Ya Peyğəmbər, la təqum fiyyə əbədə, heç vaxt bu məsciddə qalmaq ilə. Və Allah şahiddir ki, bunlar yalancıdırlar. Bu ayə, yəni Tövbə surəsinin 107-ci ayəsi göstərir ki, Peyğəmbər salavatıllahın dövründə elə münafiqlər var idi ki, hətta məscid də tikirdilər. Nəyə xatir? Buna xatir ki, bu ayədə bəyan edilir. Zirarən və küfrən və təfriqən beynəl müminin və irsadən limən harabəllaha və rasullahu min qabl. Yəni ki, zərər və küfr və təfriqə niyyəti ilə və Allah və Peyğəmbərin düşmənlərinə kömək niyyəti ilə bu məscidi tikiblər və yalandan da and içirlər ki, bu məscidi biz Allah'a xatir tikmişik. Vallahu yəşhədu innəhum ləkazibun. Allah həqiqətən şahiddir ki, bunlar yalancıdırlar. Ya Peyğəmbər, la təqum fihi əbəda, əbədi olaraq, yəni qətiyyən məsciddə qalmaq ilə, burada namaz qalmaq ilə. Sirə İbn Hişamda nəql olunur 2-ci cildin 530-cu səhifəsində. Buyurur ki, Peyğəmbər sallallahu əmr elədi ki, münafiqlərin bu məscidin, yəni Məscid-i Zirar adı ilə tarixdə məşhurdur, bunu dağıdın. Və Peyğəmbərin əmri ilə müsəlmanlar məscidi dağıtdılar və onun sütunlarını yandırdılar və Peyğəmbər bir müddət oranı zibilliyə çevirdi ki, orada bir zibil görsəz gəlir, ora atın. Nəticə alırıq ki, o kəslər ki, bu məscidi Zirarı düzəltdilər, məgər münafiqlər deyildi. Və o kəslər ki, Peyğəmbər salavatullah Təbukdan qaydanda istəyirlər ki, o Peyğəmbərin dəvəsini o dərədən aşırdılar ta Peyğəmbər vəfat edir. Məgər onlar münafiq deyildilər. Məgər onlar münafiq deyildilər ki, Allah təbarək və təala onların haqqında buyurur ki, və min havlakum minəl ərabi münafiquna və min əhlil mədinə məradu aləl nifaq. Məgər bu göstərmir ki, müsəlmanların dövrəsində münafiqlər də var idi və onlar əslən nifaqla, münafiqlərlə üns tutmuşdular, onların ruhiyyəsinə bu təsir göstərmişdi. Və bunlardan əlavə Səhih Buxarıda nəql olunur ki, Peyğəmbər sallavatullahın vəfatından sonra ki, Əbu Bəkir xəlifə oldu, bir qrup adamlar Əbu Bəkirə zəkat vermədilər. Və Əbu Bəkir ordu göndərdi, onların hamısını qırdılar, öldürdülər. Onlar da deyirlər Əshab-ı Rəddə. Bu barədə Səhih Buxarıda zəkat kitabında 1-ci babda, yəni Vücub-i Zəkat kitab babında nəql olunur ki, hətta Ömər Əbu Bəkirə etiraz elədi. Dedi, bunlar ki, zəkat vermirlər, bunlar müsəlmandır da. Həzrəti Peyğəmbər sallavatullahdan eşitdim ki, kim la ilahə illallah desə, onun malı, onun canı demək olar ki, amanda olmalıdır, möhtərəmdir. Əbu Bəkir qadir Ömərə deyir ki, Vəllah, la uqatilənnə mən fərrəqə bəynə salati və zəkat. And olsun Allaha o kəsləri ki, namazla zəkatı ayırırlar, yəni namaz qılırlar, amma zəkat vermirlər, mən onları öldürərəm. Bu da demək olar ki, yeni bir dənə fikri məsələ idi ki, Əbu Bəkir meydana gətirmişdi. Kim namaz qılsa, əgər zəkat verməsə mənə, onu öldürmək vacibdir. Özü də and da içir. Bu da demək olar ki, sünnilərdə olan mötəbər kitabdır, mötəbər bir dənə fikri mənbədir. Bunu Əbu Bəkir deyəndən sonra Ömər də deyir ki, əhsən, bu çox gözəl kəlamdır. İbn-i Kəsir Əl-Bidayəti və Nəhayə kitabında 6-cı cildinin 304-cü səhifəsində nəql edir ki, yuqirruna bis-salat. Bunlar iqrar edirlər namazla. Bunlar namazla qılırdılar, ancaq Əbu Bəkir bunları qırdı. Ne üçün? Çünki Əbu Bəkirə zəkat vermədilər. Və İbn-i Kəsir Əl-Bidayəti və Nəhayədə nəql edir ki,
Bunlardan bəziləri zəkat da verirdi, ancaq Əbu Bəkrə vermirlər zəkatı. Zəkatı da aparıb başqa bir nəfərə verirdilər, başqalarına verirdilər. Və Əbu Bəkr bunları öldürdü. Nəyə xatir? Bunlar namazla zəkatı ayırırlar, bunlar namaz qılırlar, amma zəkat vermirlər. Bunlar demək olar ki, müsəlman idi. Amma Əbu Bəkr bunlara murtad adı qoydu, ya münafiq adı qoydu, bunları başladı qırmağa, o qədər qırdı ki, ta Öməri də hətta heyrətə gətirdi. Onlar göstərir ki, bu tarixlər, bu mötəbər tarixi mənbələr və rəvayətlər və Qur'an-ı Kərimin ayələri göstərir ki, Peyğəmbər sallallahu ətrafında münafiqlər var idi. Hətta Peyğəmbəri istəyirlər ki, terror eləsinlər. Hətta Peyğəmbər Təbuka tərəf müharibəyə gedəndə onlar dedilər, hava istidi, biz gəlmirik. Əbu Zeyd gəlsin, bu Qur'an-ı Kərimi heç olmasa bir dəfə oxusun. Bunlar demək olar ki, nə Qur'an-ı Kərimdən xəbərləri yoxdur, nə tarixdən xəbərləri yoxdur, nə də rəvayətdən xəbərləri yoxdur. Allaha pənah aparıram bu cahil bir qovmun şərrindən. Təhiyyətun ləkum və rəhmətullahi və bərəkatuhu.